Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə, dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Vəziyyətin yaxşıdır, nənə. Hə, yaxşıyam. Amma mənə kim dərman verə bilər axı? Fikirləşirəm, amma heç kim ağlıma gəlmir. Bu kim ola bilər? Narahat olma, biz onu tapacağıq, nənə. Hələlik bu barədə heç kimə danışma. Mən o adamı cinayət üstündə tutmaq istəyirəm. Gəl, hələlik sakitcə izləyək. Görək nə edəcək. Çox sağ ol qızım. Canın sağ olsun. Ana, Hə, Səma qoca qarını klinikadan evə gətirdi. Hə? vəziyyəti yaxşıdır. Pis deyil, yaxşıdır. Amma Səma onun qolundan tutaraq evə gətirdi. Tək yaxşılıq olsun qızım. Amma o qoca kəftar çox hiyləgərdi ana. Yanındakı Səma da ondan heç geri qalmır. Ona görə də ehtiyatla hərəkət eləməliyik. Əgər sən lap kiçik də olsa səhv eləsən, dəqiq küçədə qalacağıq. Allah uzaq eləsin, o nə sözdür? Lənət olsun bu cür çarəsizliyə. Sən özün axmaqsan. Ürəyinə toxunmaq istəmirdim, amma sənə bir sözüm var. Sən axmaqsan. Hə? O şikəstin, əlində var dövlət olan vaxtları hiyləgərlik eləyib, heç olmazsa yeni tikili binalardan 2 dənə 3 otaqlı ev alıb qırağa ata bilərdin də, hə? Sonra da belə vaxtlarda çıxıb getməyə yerin olardı. Mən bunu həmişə deyirəm. A planı alınmadısa, dərhal B planına keçmək lazımdır. B planı da işə yaramazsa, C planına keçmək lazımdır. Hə? Ana, ərimdən nəsə qoparmağa heç fürsət tapa bildim ki. Qoca qarı ilə bir yerdə mənlə atanı evdən qovduğun yadındadır. Nazdana gedib ərimlə qalacam deyib onun tərəfini tutdun. O şikəstin. Həmin vaxt nə desən ərim məmnuniyyətlə eləyərdi. Biz olmayanda siz nə iş görürdünüz, hə? Heç olmasa bunu eləsəydin yaxşı olardı. Banu bilirsən, mən burada qalsaydım dərman verib işimi bitirərdim, axmaq. Yaxşı, neynəsən də yenə mənim qızımsan. Oturub fikirləşirəm ki, başqalarının qızları çox ağıllıdır, çox bacarıqlıdırlar. Valideynləri üçün nələr eləmirlər. Sənin əlində o qədər var dövlət var idi, amma heç nə eləyə bilmədin. Axmaq, bu mənim məktəbim deyil. İnana bilmirəm. Ana, sənə də heç nə demək olmur da. Söz deyən kimi dərhal hər şeyi üzümə vurursun. Sus görüm. İşini bitirirsən? Hə, indi bitəcək. Nədir, yeni ev xoşuna gəlmir? Öz evim 1000 dəfə bundan yaxşı idi. Axı, bu ev hamının xoşuna gəldi. Mən ömrüm boyu atamın təzyiqi altında yaşamışam. İndi o üzü bağlı qarı da mənə təzyiq göstərmək istəyir. Məncə elə deyil. Bu onun gözlərindən görünürdü.
Deyəsən o qarı nəsə fikirləşib. Ona görə də biz bu evdə sakit yaşaya bilməyəcəyik. Nə olar, pis şeylər fikirləşmə. Mən bunu dəqiq bilirəm. Hər şey açıq-aydın görünür. Məndən incimə. Amma mən də nənənin gözlərində çox güclü ədavət alovu gördüm. Eyni şey görmüşük də. Nənəmin gözlərindəki alov hamımızı yandırmasa yaxşıdır. Allah uzaq eləsin. Allah uzaq eləsin. Uzaq olsun. Əstağfurullah. Bugün sən nənəni ilk dəfə gördün, ha? Hə. Düzünü desəm, belə bir nənəm olduğuna görə çox sevindim ata. Anam çox çətinliklərdən keçib. Ona baxanda hiss olunur. Gözləri nəsə başqa cürdür. Ha, sən də hiss elədin, ha? Hə. Evimiz yanandan sonra anam keçirdiyi sarsıntıdan ruhi xəstəxanaya düşdü. Bəs sən necə? Mənsə yetimxanaya düşdüm. Deməli, yetimxanada böyümüsən? Ha, uşaqlığım çox ağır keçib. Bu tərəfdən sən mənə oxşayırsan. Ata, görürsən, talihimiz də oxşayır. Elə buna görə də ilk baxışdan sənə qanım qaynadı. Ata, məncə dəqiq bilmirəm, amma nənəmin məndən o qədər də xoşu gəlmədi. Yox, elə deyil. Anam öz nəvələrini çox istəyir. Yox, bircə məni yox. Mənə baxanda gözlərində nikahdan kənar doğulan uşaq sənsən sualı görünürdü. Əsas odur, mənə qarşı nəsə fikirləşməsin. Oğlum, evlənmək fikrin yoxdur? Hansısa sevdiyin qız var? Hə, ana. Onda de. O kimdir? Elçi gedək. Bu mümkün deyil, ana. Niyə oğlum? Onu məcbur eləyib başqasına ərə veriblər. Yazıq qız. Mənim də ona yazdığım gəlir. Amma heç bir faydası yoxdur. Bəlkə o qız bədbəxt olsa boşanar, hə oğlum? Hə? O boşanmalıdır. O boşanacaq. Mən də onda onu geri qaytaracağam. Bəs onun adı nədir? Banu. Vay, nə gözəl adı var. Hə, ana. Özün görəcəksən. Mən onu geri qaytaracağam. Səma qayıdıb gəldi. O varisdir. Üstəlik də o qalstuklu Babəkə ərə də gedib. Məntiq var. İndi hər şey bu ikisinin olacaq. Ay, onlara görə mənim qızım Banu heç nəsiz qalacaq. Ay, dözə bilmirəm. İndi bu evdə qulluqçu kimi yaşayacağıq. Sarıbaş Səma. O uzunduraz qalstuklu ilə bizə ağalıq eləyəcəksiniz. İndi onlara baxıb necə dözüm? Yox, dözə bilmirəm. Mən buna dözə bilmirəm. Oy, mən Səmanı xoşbəxt olmağa qoymayacağam. Mütləq nəsə eləməliyəm. Nəsə eləməliyəm. Oy, nəsə eləməliyəm. Oy, mən nəsə eləməliyəm. Nə? Nə olub? Ulduz? Nə eləmək istəyirsən? Hə? Heç nə ay kişi. Elə belə. Nə? Ey, bura bax arvad, sözlərini dəqiq eşitdim. Dedin nəsə eləməliyəm. Elə deyil? Hə? Nə eləmək istəyirsən? Yenə nə iş qarışdırırsan? Sən düzgün başa düşməmsən ay kişi. Məşq eləyirəm. Sağalmaq üçün fizioterapiya eləyirəm.
Deyirəm, ona görə nəsə eləməliyəm. Ay, axı ömrüm boyu belə yata bilmərəm. Mən yerimək istəyirəm. Hə, yaxşı, yaxşı. Bağışlayın xanım, sizi düz başa düşməmişəm. Sən həmişə məni səhv başa düşürsən. Yaxşı, yaxşı, ağlama. Oy, əzizim, narahat olma. Tezliklə sağalacaqsan. Mənə belə sözlər dedi. Allah qoysa tezliklə yaxşı olacaqsan. Yaxşı niyyət eləyək. Sağalacaqsan. Sağalmasan olmaz. Bax belə. Yoxsa bu gedişlə başqasını tapıb alacam ha. Bunun yerinə atı qamçılayan qamçı var ha. Bax onu boynuna dolayaram, eşitdin? Onu hardan tapacaqsan? Mən taparam. Mən ulduzam. Şəhərdə yoxdur. Mən taparam. Yeni ev heç də pis deyil. Düzünü desəm, zövqünə heyranam. İstədim hamımız böyük bir ailə kimi yaşayaq. Budur, Qılınc bəy də gəldi. Oo, qardaşlarım. Qılınc, Oturmusunuz? Gəl, gəl, buyur. əyləş. Oturun, oturun. Mən sizin üçün nənəm deyiləm ki. Qardaş, nəsə bir təklifin var? Var. Çox əla bir təklifim var. Deyirəm, bəlkə bu balacanı yaxşıca əzişdirim. Elə döymək istəyirəm ki. Məmnuniyyətlə. Amma əvvəlcə günahımı de. Mən nə eləmişəm? Məndən sir saxladın. Eybi yox. Sonra bu sirləri bir-bir öyrənəcəm. Bir də o niqablı qarının yanında dediklərimə görə məndən incimə. Yox, başçı olmusansa ol. Sözüm yoxdur. Mənim üçün problem deyil. Yenə bir təklifim var. Hə? Axır vaxtlar çox darıxıram. Bir iş var. Bəlkə biraz dincələk, hə? Dincələk. Neyniyəcəyik? Nə təklifim var? Mənlə gedək, görəcəksiniz. Qalxın da. Mən də ondan gedirəm. Bizə dincəlmək lazımdır. Getdik. Gedək. Amma mən yelləncəkdə uçmaq istəmirəm. Başqa cür uçacaqsan. Gedək. Vəziyyətin necədir? Özünü yaxşı hiss eləyirsən? Vəziyyətimi özün görürsən. Əlil arabasında otururam. Yeriyə bilmirəm. Elə burada otururam. Ana, Allah qoysa tezliklə sağalacaqsan. Mən səni yaxşı həkimlərə aparacam. Çox sağ ol qızım. Olan oldu, keçən keçdi. İndi bundan sonra sakit, mehriban yaşayacağıq. Səma qızım, sənin qarşında çox utanıram. Bilib bilmədən sənə nə qədər pislik elədim. Sənsə mənə həmişə yaxşılıq elədin. Belə sözlər danışma. Sən məni böyütmüsən, mənə baxmısan. Hər necə olsa da, sən mənim anamsan. Sağ ol qızım. Səma, harda olursan ol, canın sağ olsun bala. Allah özü səni qorusun. Sən də tezliklə sağalacaqsan. Hə, nəsə lazım olsa, mənə deyə bilərsən. Yaxşı. İndi işim var. Bitirən kimi yenə yanına Oldu, gələcəm. Get, narahat olma. Mənim mehriban qızım, sən get. Mənə fikir vermə, yaxşıyam. İfritə. Səni görməyə gözüm yoxdur, sarıbaş Səma. Hə? Niyə Babək səni harasa aparıb öldürmədi? Amma yaltaqlanmağa məcburam. Çünki var dövlət Səmanın əlinə keçdi. Ondan necəsə pul almalıyam. Göz yaşlarım da öz-özünə süzülür. Hamısı da aktyorluq məharətimdir. Gərək cavanlıqda aktrisa olardım. Amma atam icazə vermədi. Sarıbaş. Hə, gəlin, gəlin. Gəl, gəl. Ha, keç. Keç otur, keç. Təklifim bu idi, qardaş. Oturun, oturun. Cəld olun. Hə.
Uşaqlar, qapını bağlayın. Bura niye geldi? Dedim, yeni evin şərəfinə içək. Ha, Oo, belə ağır xasiyyətli qardaşımdan bu cür qəribə sözlər də çıxır. Dedim biraz. Könlünüz xoş olsun da. Rahat olun. Niyə narahatsınız axı? Bugün yeyib içmək mənim hesabımadır. Yaxşı uşaqlar. Aslan, amma özünü itirib sərxoş olmaq yoxdur ya. Cəmi bir gün yalnız bir oldu. gün. Bəsdir. Yaxşı. Bəs Samir bizlə içə biləcək? Sonra Banu deyib çöllərə düşməyəcək. O olan yerdə dəqiq dava olur. Dəqiq bilmirəm, içəcəm ya yox. Nə içəcəksən? Yox, qardaş, mən içmirəm. Biraz təhlükəli adamam. İndi iş başındayam. Afərin. Görürsən? O yaxşı Gördün? toy idarə eləyə bilər. Tünd qırmızı kostyumundan bilinir. Ey, onun yaxşı zövqü var. Nə deyirəm ki? Yaxşı. Samir, sifariş elə. Hə. Samir, qab-qacaq da gətir. Bağışla, sənə demədim, ona deyirdim. Qısası... Səma, Babək sənsən. Eşidirəm. yenə nə fikirləşirsən? Çox şey. Təklifim haqqında fikirləşdin? Hələ buna vaxt var. Aydındır. Mən hələ hazır deyiləm. Nə qədər gözləmək lazımdırsa, o qədər də gözləyəcəm. Sən xoşbəxt olsan, mən də xoşbəxt olaram. Çox sağ ol. Gedim yatım. Yuxun şirin olsun. Yeni evin şərəfinə uşaqlar. Təbriklər. Şərəfə. Ha uşaqlar, başlayırıq. Ver görün. Hey, biraz sesini artır. Gelin bir yerde mahnı okuyalım. Gelin lan, gelin. Mənə lazım deyil sənin şəhla gözlərin. Mənə lazım deyil sənin sümbül saçların. Mənə lazım deyil sənin şəhla gözlərin. Mənə lazım deyil sənin sümbül saçların. Sənin şirin gözlərin mənim bəsimdir. Şirin gözlərin. Mənə lazım deyil sənin şəhla gözlərin. Mənə lazım deyil sənin sümbül saçların. Mənə lazım deyil sənin şəhla gözlərin. Mənə lazım deyil sənin sümbül saçların. Sənin şirin sözlərin mənim bəsimdir. Şirin sözlərin. Şirin sözlərin. Bax belə. Hamı bir yerdə oxusun. Bu tərəfə baxın, bu tərəfə. Sonra hamımız birlikdə çevriləcək. Mənə lazım deyil sənin şəhla gözlərin. Oy. Nəsərin gec gəldi. Niyə narahat Nə deyilsən? olacaq ki? Ay, budur, yeni evə köçmüşük. Görəsən evə tez gəlmək əvəzinə haralarda gəzir? Ana, Hə, vallah, ölüb getsəydi daha yaxşı olardı. sən ağlını itirmisən? Ey, ərin ölsə, biz küçələrdə qalıb dilənçi olarıq. Küçələrdə niyə qalırsan? Hə, axı ölən adamın hər şeyi arvadına qalır. Sənin ağlın başına gəlib? Hə?
Amma ərin ölsə, qohumları hər şeyini əlindən alacaq. Ərimin qohumlarının hamısı var Rədə. Onların qılıncın var dövlətinə ehtiyacları yoxdur. Fikirləşirəm ki, ərim ölsə də biz heç də uduzmayacağıq. Görürəm, gündən günə çox dəyişirsən. Dəyişməmişəm. Sadəcə oturub fikirləşirəm. Amma fikirlərin mənim xoşuma gəlir. Budur bax, getdikcə mənə oxşayırsan qızım. Yenə də mənim qızımsan da, gözəl balam. Məni sən dünyaya gətirmisən də. İçək. İçək. Hə, qardaş. Göy gözün sağlığına. Hə, mənim sağlığım. Mənim də sağlığıma. Sən artıq sərxoş olmusan, hə? Buyurun qardaş. Yəni bu qədər çox oldu? Qardaş, ver mənə baxım görüm nə qədərdir. Al sən də bax. Qardaşım, qulaq as. Biz bunları sifariş eləməmişik. Siz artıq yazmısınız. Qardaşlar, siz sərxoşsuz, sifarişinizi unutmusunuz. Qardaşım, mən nə qədər sərxoş olsam da hesablamanı yaxşı bacarıram. Burada artıq məbləğ göstərilib. Beylər, siz 3 dəfə bahalı şərab içdiniz. Bir dəfə. Özün başa sağ ol. Bir dəfə içdik. Qardaş, pulu ödəməyəcəksiniz? Qulaq as. Mənim hesabıma görə bütün bunlar $250 eləyir. Yox, qardaş, $550. Mən qardaşımın dediyi qədər pul ödəyəcəm. Ondan bir qəpik də artıq verməyəcəm. Yaxşı, onda özünüz bilərsiniz. Buna hələ baxarıq. Nəyə baxacaq? Deməli ödəmirsiniz? Yaxşı. Hey, hakim, sakit ol. Qardaş, bir bura gəl. Hey, dava salmadan pulu ödəyə gedək. Sən sus. Bax bunlardır. Bildin? Pulu verək və salam. Deyib içmişik də. Pulu ödəmirlər. Herakl gəldi. Oo. Nə oldu? Siz həll eləyəcəksiniz yoxsa özümüz? Özümüz həll eləyərik. Biz özümüz. Bizi biabır eləməyin. Hakim, sonra qırmızı kostyum şalvar geyinərsən. Aferin, sizə Ey, inanıram. mənə Bax ha, bu oğlan qulağını Səndən danışmaq kəsəcək. lazımdır. Hə qardaşım. Bax, Çıxaq nə çöldə deyirdi? söhbət eləyək. Gəl mənlə Gəl görəm. gedək. Gəl görüm. Yaxşı, gedək. Uşaqlar özləri həll eləyəcəklər. Hey. Sizcə onlar bunun öhdəsindən gələcəklər, yoxsa döyülüb qayıdacaqlar? İnanmıram. Sizinkiləri bilmirəm. Amma mənim adamım dəqiq dalaşmayacaq. O sözünü deyib çıxıb gedəcək. Mənim adamımsa təmkinliyi ilə qalib gələcək. Yaxşı görək də. Deməli, hər şey hakimdən asılıdır. Əgər məsələni hakim həll eləyəcəksə, onda ürəyiniz rahat olsun. Bu dəqiqə hamı kung fu görəcək. Kung fu! O neynir? Dərman tökür. Nə məsələdir qılınc? Nə olub orada? Hey, ora bax, bizimkilər döyülür. Döyürlər? Hakim? Ay hakim! Fərsiz. Hey hakim! Əgər döyülsən sarı kostyum geyinəcəksən, unutma bunu. Döyüldü, döyüldü. Dayan görüm. Bu hanı? Hardadır? Dayan gəlin. Mənim adamım danışa bilmir. Özümüz, deyəsən özümüz həll eləməli olacaq. Demişdim axı. Demişdim ki bunlara inanmaq olmaz. Gedək. Dediyim kimi də oldu. Yaxşısız anacan. Hə, biraz Salam yaxşıyam. Siz heç nə Aleyküm salam. fikirləşməyin. Gəl Nigar. Gəlmək olar. Buyur. Gəl. Mənə çox yaxşılıq elədiniz. İnadkarlığıma, pis işlərimə göz yumdunuz. Məni təkrar bağışladınız. Ömrünüz uzun olsun.
Nənə, Neynədiniz qardaş? Hamısını yerinə yeksan elədiniz ki. Qılınc bəy, mən də onu vurdum da. Görünür yumruğun özünə dəyib. Belə dalaşmaq lazımdır. Sarı kostyumu nə vaxt geyinəcəksən? Sabah. Sabah sarı kostyumda gəl. Yaxşı. Bu bax, bu mənim qardaşımdır. Gördüm. Ümumiyyətlə sən bayaq hardaydın? Ayaqqabımı axtarırdım, qardaş. Ayaqqabını? Biz nə qədər pul verməliyik? Yox, qardaş, lazım deyil. Karaoke bizdən sizə hədiyyə olsun. Hə, doğrudan. Nə yaxşı. Hə, Bunu sən yaxşı bayaqdan da eləmək olmalısan. olardı da. Bunlara nə qədər pul lazımdır? Yox, qardaş, lazım deyil. Sağ olun. Gördün? Qalxın gedək. Bugün bizə hədiyyə elədilər. Cəhd olun. görüm. Gəl. Gəlin. Gəlin. Getdi. Gəl uşaqlar. Get görüm. Ay səni fərsiz. içmə. Mənə ver. Çayı çox açıq dəmləmisiniz. Axı bu yaşıl çaydır. Adətən yaşıl çay açıq rəngli olur. Zərərli deyil. Doğrudan? Yaxşı. Onda bu çayı özünüz için. Mən özüm nənəmə çay dəmləyib verərəm. Hə, götürün. Mən yaşıl çay içmirəm. İçsəm təzyiqim düşəcək. Bir qurtumu içsəz, heç nə olmaz. Yox, dedim axı qan təzyiqim düşəcək. Niyə çay içmək istəmirsiniz? Hə? Bir qurtum içsəz, qan təzyiqinizə təsir eləməyəcək. İçin. Yox. İstəyirsinizsə başqasını dəmləyim. Yaxşı. Onda bu çayı ekspertizaya göndərəcəm. Göndərim. Nə deyirsiniz? Yoxsa çaya nəsə tökdüyünüzü özünüz etiraf eləyəcəksiniz. Hə? Cavab verin. Deməli, mənə dərman verən sənmirsən, Nigar? Dediniz ki, ürəyiniz xəstədir. Mən də sizə demədən çayınıza dərman tökdüm. Heç bir pis niyyətim yox idi. Bu ürək dərmanıdır, zərərli deyil. Doğrudan? Deməli zərərli deyil. Axı niyə yalan danışırsınız? Siz nənəmə vəziyyətini ağırlaşdıran dərman verirsiniz. Bu zərərli dərmandır. Yox, inanın mənə. Bunu bilmirdim. Yaxşı. Dərmanı kimdən almısınız? Aptekdən. Məni bağışlayın. Siz bilirsiniz ki, bilib bilmədən kiməsə dərman vermək cinayətdir. Səma qızım. Polis çağır. Xahiş eləyirəm, belə eləməyin, yalvarıram, nə olar. Mən sizə yaxşılıq eləmək istəyirdim. Evdə şikəstlərim var. Yalvarıram, məni bağışlayın. Mənim sizə qarşı heç bir pis fikrim olmayıb. Yalnız yaxşılığınızı istəyirdim. Yaxşı. Səmacan. Polis çağırma. Sən nə desən elə eləyəcəm, nənə. Bir də sizi bu evdə görməyim. Sağ olun, məni bağışlayın. Minnətdaram. Üzürlü sayın. Ay səni tülkü. Deməli sizə dərman verib, hə ana? Gəlin. Niyə dayanmısınız? Bura mənim otağımdır. Yaxşı ki, atam heç nə Mənim. demədi.
bugün mənim otağımda qonaqsız. Keç görüm, göy göz. Elə bil ölmüsən. Gəl qardaş. Bu lap sərxoşdur ki. Aha, belə. Sən də gəl, gəl Sağ olun. qardaş. Sizə şirin yuxular. Ha, mən getdim. Məlikə gözləyir. Bu içki qoxusu ilə səni heç qaynanan da qəbul eləməz. Səni otaqdan qovacaq. Bunlar dəli olub, oğlum. Gəl otur görüm. Otur. Gəl qardaş. Bizim yanımıza gəl. Amma belə bir davada qalib gəlməyimizi gözləmirdim. Hələ bilmədiyiniz çox cəhətlərim var. Hələ yeni tanış olmuşuq axı. Yavaş-yavaş hamısını biləcəksiniz. Amma əla davam ol ya. Yaxşı dalaşdım mən. Pis deyiləm, düzdür? Mənim qardaşım. Qarşısına gəldi. Ona görə. Mən bir şeyi başa düşmədim. Axı biz niyə o uşaqları yanımızda aparmışdıq? Niyə aparmışdıq? Onlar heç dalaşa da bilmirlər. Darıxanda danışmaq üçün. Düzü, mən elə gəlir, biraz azlıq elədi. Bəlkə biraz da əylənək, elə bil səs-küy azdır. Ay, yox əşi. Atam görsə... Axı sən qılıncsan. Mən qılıncam, atamsa şirdir. Düzdür, Biraz keyf eləmişik, burnumuzdan gətirməsin də. Atamı görən kimi adam Qaçmaq nəsə belə... Yaxşı gərək, o qədər də yoxdur. Ha? Sami? Niyə keyfin yoxdur? Yaxşı dincələ bilmədin. Dincəldim qardaş. Bir anlıq hər şeyi unutdum. Deyəsən hər şeyi unutmamısan. Yalnız bir şey unuda bilmədim. Sevdiyim qız. Banunu. Banu. Bəsdir də susun. Bəsdir. Sənə deyirdim ata xırdamayacaq. Susun, sakit. Yox, deyəsən yatır. Banu, yanıma gəl. Ata, Aslan, Samir, qalxın. Durun da. Qoy biraz da yataqda qılınc. Qalx, yoxsa ömrün boyu yatacaqsan. Aslan. Samir. Ata, qalx. Ata? Bu nə hərəkətdir? Niyə tez oyatmadınız? Mən Mən də indi ayıldım. bilirsən, biz ev almağımızı qeyd eləyəcəkdik ata. Əgər içə bilirsinizsə, için. İçə bilmirsinizsə bunu yığışdırın. Başa düşdük. Bundan sonra içməyi yığışdırarlar. Hə. Əl üzünüzü yuyun. Həyətə çıxın, söhbət var. Oldu ata, yaxşı. Oldu. Oy səni satqın. Bizi biabır elədin, gördün? Sənə demişdim də. Hər şeyə cavabdehəm, heç kim bilməyəcək. Budur, biabır oldu. Başım yaman Hər şey alt üst oldu. Başını ağrıyacaq da. 100 dəfə dedim, içmə, bəsdir. Allah özü qorudu. Yaxşı ki o sarıbaş. Yox, sarıbaş deyəndə Səma yadıma düşür.
Neyse, o qulluqçu ölmüş, ağzından söz qaçırsaydı. Ah, oh. Ana. Ana, Hə, məni eşidirsən? eşidirəm, nə olub? Bizim o qulluqçu Nigar xala var ha? Qarıya dərman verdiyinə görə evdən qovulub. Gör necə axmaqlıq eləyib, fikir verirsən. Bu qədər ürəyi açıq, xeyirxah, mehriban insana necə dərman vermək olar, hə? Özü hara gedir, bizi də arxasıcan aparır. Belə bir xeyirxah insana heç dərman verərlər, hə? Verərlər. Vay, vay, vay. Bir buna bax. Ümid eləyirəm, bu işdə sənin əlin yoxdur. Ey, mənə bax, sənin ağlın başındadır. Niyə hər şeydə məni günahlandırırsınız? Burada sakit oturmuşam, Düz deyirəm də, ana. Atan gəlir, deyir, ulduz bax ha, səhv eləmə, səhv eləmə. Mən kiməm sizin üçün? Sən də deyirsən ki, bəlkə bu işdə sənin əlin var. Mənə düzünü de, nə olar? Sən dəli olmusan. Hər şeyə görə indi məndən şübhələnəcəksən? Nədir, mənim xüsusi gücüm var ki, hər şeyi bacarım? Özüm əlil adamam, qəribə adamlar sizi. Hə, yaxşı. Əgər elədirsə and iç görüm. And içərəm, nəyə desən and içərəm. Yaxşı, onda mənim canıma and içəcəksən. Əgər yalan danışsam, qızımın cəsədinin üstündə ağlayım deməlisən. İraq olsun, Allah uzaq eləsin. Ay qız, sən ağlını itirmisən ha. Belə and içmək olar. And içməklə oyun oynamaq olmaz, sakit otur. Hə? And içə bilmirsən, hə? Deməli, bu işdə dəqiq sənin əlin var. Bəsdi görüm, sus! Qışqırma. Nəyə görə belə əsəbləşirsən? Yaxşı, budur, sakit deyirəm. Qızım, gözəlim, mənim xəbərim yoxdur. Bu işdə mənim əlim yoxdur. Bilmirəm, and içirəm ki, bilmirəm. Yaxşı, de görüm onda niyə and içmirsən, hə? O yaxşı söz deyil. Mən o andı təkrar eləyə bilmərəm. Sən mənim yeganə qızımsan. Ağlımı itirmişəm, ay dəli. Etiraf eləsən də, eləməsən də, mən dəqiq bilirəm. Ürəyim hiss eləyir. Axı sənin qızınam. Yaxşı ki, o qadın səni satmayıb. Düzünü desəm, bilmək olmaz. Əgər satsa, həbs olunacaqsan. Buradan da qovulacaqsan. Sənə qoşulub, arxanca mən də, atam da gedəcəyik. Bunu yadından çıxarmasan yaxşı olar. Anam rəhmətli deyərdi. Hərdən çox ağılsız oluram. İnana bilmirəm. Əlbəttə ulduz, bu sənin məktəbindir. Artıq olan oldu. İndi yeni oyunlar fikirləşib tapmalıyam. Fikirləş. Görəsən Banu indi neyniyir? Onun üçün çox darıxıram. Alo? Dünənki sifarişim hazırdır? Onda onu mən yazdığım ünvana çatdırarsınız. Amma biraz tez olun. Yaxşı. Məncə hədiyyəm xoşuna gələcək, Banu. Hə, Ulduz xanım. Elədiyinizi eləyib sakitcə oturmusunuz? Başa düşmədim. Sən nə haqda danışırsan? Özünüzü bilməməzliyə vurmayın. Sizə görə mən indi işsiz qaldım. Qışqırma. Səni başa düşmürəm. Axı nədən danışırsan? Boynunuzdan atırsınız. Nəyi? Mən hər şeyi danışacağam.
Anaya da, Səmaya da. Hər şeyi danışacağam. Necə istəyirsən, get danış. İndi belə oldu. Hey, mənə bax, 1-ci sinif şagirdi. Danışsan, sənin üçün pis olacaq, başa düşdün? Mən heç nə bilmirəm. Bunu necə sübut edəcəksən? Mən əvvəl bu haqda sənə xəbərdarlıq eləmişdim. Mən işimi qabaqcadan tuturam. Bildin? Bunun özündən razı olmağına bir bax. Mən bilmirəm. Axı mən şikəst adamam. Doğrudan da bunu sübut eləyə bilməyəcəm. Əlimdə heç bir sübut yoxdur. Başa düşdün? Xərcim də yaman çoxdur. Xərc. Elə ancaq pul xərcləmişəm. Yaxşı mənim keçəl dostlarım. İndi gedirsiniz, amma ümid edirəm bacı qardaşlarınızı çağıracaqsınız, yenə mənim yanıma gələcəklər. Götür. Yoxsa tamam pulsuz qalarsan, götür. Bir də sənin kölgəni burada görməyim. Ağzını da qıfılla. Bu susacağın üçün mükafatdır. Məni başa düşdün də? Mən sədaqətli insanları çox yaxşı qiymətləndirirəm. Axı mən buna görə işimi itirdim. Niyə belə narahatsan? Şəhər varlı adamlarla doludur, yenə gedib birinin evində işləyərsən, amma bu dəfə kiməsə dərman vermə, yoxsa canını qutara bilməyəcəksən. Dayan. Mənim Safi yadında varlı rəfiqəm var. O qulluqçu axtarırdı. Onun yanına gedərsən. Zəng eləyib deyəcəm. Onun evində işləyərsən. Bu da sənin üçün iş, gördün? Ulduz xanım necə insandır? Sağ olun, Mənim ürəyim var, xanım. ürəyim yumuşaqdır. İndi isə get, özünü ələ al, sakitləş. Lazım olsan çağıracağam. Sağ olun Ulduz xanım. Doğrudan da yaxşı qadınsınız. Pul verəndən sonra əlbəttə yaxşı Əsəbləşib olacam. dediyim sözlərə görə bağışlayın. Eybi yox. Olan işdir. Gedə bilərsən. İnanmaq olmur, 1-ci sinif şagirdinə oxşayır. Başı batmış. Yaxşı canımı qutardım. Amma planım da ondan getdi. Yaxşı. İndi gərək başqa şey fikirləşim. Serial Space televiziyasının sifarişi ilə paylaşılır. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.